Salam əziz müdavimlər. Bugün izah edəcəyim mövzu planlaşdırma mövzusudur. Planlaşdırmanın iki növü var. İllik və gündəlik planlaşdırma. İllik planlaşdırmaya həm də perspektiv planlaşdırma deyilir. Gündəlik planlaşdırma isə cari planlaşdırmadır. Yəni dərsin əsas 3 hissəsi var. Təlim nəticələri, qiymətləndirmə və öyrənmə fəaliyyəti. 1. Təlim nəticələri. Öğrenme faaliyeti, qiymətləndirmə. Qiymətləndirmə. Bəli. Biz dərsi niyə planlamalıyıq? Ümumiyyətlə, dərsi planlamaq dərsin məqsədidir. Orada istifadə olunacaq qiymətləndirmə növləridir. Dərs zamanı fəaliyyətlərin müxtəlif tipə sahib şəxslər üçün uyğun olması və refleksiya etməsinə imkan yaradır. İllik planlaşdırma sayəsində müəllim il ərzində keçəcəyi mövzular müəyyənləşdirir. Orada ad standartıdır, məzmun ad standartı, inteqrasiyadır, resurslardır. Bunlar qeyd olunur illik planlaşdırmada. Gündəlik cari planlaşdırma isə bunun sayəsində müəllim dərsi necə quracağını, dərsdə hansı üsullardan istifadə edəcəyini, nələrə toxunacağı orada özlüyündə qeyd olunur. Təlim nəticələri odur ki, təlim nəticələri dərsin sonunda şagirdin hansı bir və bacarığa sahib olacağı orada öz əksini tapır. Qiymətləndirmə şagirdin nailiyyət səviyyəsinə qoyulan dövlətəndir. Yəni biz bunun sayəsində şagirdi qiymətləndiririk. Öyrənmə fəaliyyəti isə müəllim və şagirdin verilmiş təlim nəticəsinə çatmasına hədəfinə deyilir öyrənmə fəaliyyəti. Gündəlik planlaşdırma sayəsində müəllim şagirdlərin, yəni dərsin məqsədini, dərsin məqsədinə uyğun qiymətləndirmə meyarıdır, öyrənmə fəaliyyətidir, dərsdə istifadə olunan resurslardır, iş formalardır, iş üsullardır. Bunlar qeyd olunur və bunlar orada öz əksini tapırlar. Gündəlik cari planlaşmada ilk dərs ilindən, hər günündən, yəni gündəlik olaraqdan yazılır. Gündəlik cari planlaşdırma. İllik planlaşdırma isə il ərzində bircə dəfə yazılır və onun nəticəsindən il boyu istifadə oluna bilir. Daha sonra bizim müasir dövrdə təlim nəticələrini hazırlamaq üçün smart planlama texnikasından istifadə olunur. Smart planlama texnikası nədir? Gəlin onu öyrənəyim. Bəli, smart texnikası S hərfi odur ki, spesifik olmalıdır. Yəni şagirdə təlim nəticələri düzgün müəyyənləşdirilib, dəqiq və aydın formada verilməlidir. M hərfi təlim nəticələri ölçülə bilən olması deməkdir. Ölçülə bilən olması o demək ki, qiymətləndirilə bilsin də qiymət verə bilər. A hərfi odur ki, əldə oluna bilir, yəni hədəfə çatmaq deməkdir. R hərfi reallığın nəzərə, yəni real imkanlar nəzərə alınmalıdır. Bizim istifadə edəcəyimiz resurslardır, aparacağımız təcrübələrdir. T hərfi isə time vaxt deməkdir. Yəni müəyyən bir vaxtda nəzərdə tutulmuş imkanların hamısının yerinə yetirilməsidir. Baxın, ümumiyyətlə təlimdə bir dərs üçün həddindən artıq təlim nəticəsinin yazılması yanlışdır. Müəllim mərkəzi olması yanlışdır. Təlim nəticələri çox mürəkkəb şəkildə yazılmalı deyil. Təlim nəticələri şagirdlərə bildirilməsi mütləqdir ki, bunun sayəsində də şagirdlərə daha uyğun səmərəli təlim mühiti qura bilərik. Müəllim mərkəzi modeldən deyil də şagird mərkəzi modeldən istifadə etməliyik. Yəni müəllimlə şagird dəstə bərabər hüquqlu olmalıdır. Şagirdlərin fikri də nəzərə alınmalıdır.